Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugünkü mövzumuz aslı dəyişənlər və aslı olmayan dəyişənlərdir. 5-ci sinif riyaziyyat dərsliyindən. Kanalıma abunə olaraq da dəstək ola bilərsiniz. Başlayırıq araşdırma və müzakirə hissəsindən. Açar sözlərimiz olacaq: düstur, aslı dəyişən, aslı olmayan dəyişən, koordinat şəbəkəsi və qrafiklər. Deməli, baxaq, hesablama maşınlarından biri girişə daxil edilən ədədə 3 əlavə edir. Digəri isə daxil edilən ədədin 3 mislini tapır. Daxil edilən ədəd x ilə çıxışda alınan ədəd y ilə işarə edilsə, hər maşın üçün x və y arasındakı əlaqəni necə ifadə etmək olar? Baxırıq, x-in üzərinə 3 gəlir, y eləyir. Elə deyil, onda y-imiz nəyə bərabərdir? X üstə gəlsin 3. Məsələn, x-in yerinə 4 olanda artıq y 7 eləyəcək. 4-ün üstə 3 gəlirik, 7-yə bərabər olur. Amma burada x-i 3-ə vururuq, y alırıq. Yəni, y-imiz nəyə bərabər imiş? 3x-ə. Öyrənmə hissəsinə baxaq. Aslı cəmiyyətlər, deməli, uzunluq, kütlə, zaman, temperatur, sürət cəmiyyətlərdir. Hər cəmiyyətin öz ölçü vahidi var. Məsələn, uzunluqda metrdir, kütlədə kiloqramdır, zamanda saatdır və s. Cəmiyyətin qiyməti ölçməklə yaxud hesablamaqla tapılır. Bəzi cəmiyyətlərin qiymətləri başqa cəmiyyətlərdən asılı olur. Məsələn, kvadratın perimetri tərəflərindən, düzbucaqlının sahəsi eni və uzunluğundan asılıdır, belə götürək. Və bunlar da, bu asılıqlar düsturla ifadə olunur. Kvadratın perimetri düsturudur, bu 4A. SAB sahə düsturu düzbucaqlının. Gedilən yolda S bərabərdir VT. Bu düsturları bilsəz yaxşı olar. Adətən düsturlarda aslı cəmiyyət bərabərliyi sol tərəfində. Baxın, aslı tərəf, bura aslı tərəfdir, sol tərəfdə, birinci tərəfdədir. Aslı olmayanlar isə sağ tərəfdə, yəni ikinci tərəfdə yerləşir. Nümunəyə baxırıq, bir idman köynəyin qiyməti 10 manatdır. Bu köynəklərin satışından daxil olan məbləğin satılan köynəklərin sayının asılılığı düsturla necə ifadə etmək olar? Bir idman köynəyi 10 manatsa, deməli, ikisi 20 manat olacaq, üçü 30 manat olacaq. Yəni, n ədədi isə n vurulsun 10 olacaq. Ya da x ilə göstərilir. Burada x sayda. Burada da verilir. Məsələn, x vurulsun 10 bilmirik də. Ümumi düstur şəklində belə verə bilərik. Köynəyin qiyməti məlum olduqda gün ərzində satılan köynəklərdən daxil olan məbləğ satılan köynəklərin sayından asılıdır. Yadda saxlı hissəsinə baxırıq. Sonra isə məsələlərlə və misallarla daha yaxşı başa düşəcəyik. Deməli, y dəyişənin x ilə ifadə edilməsi o deməkdir ki, y dəyişəni aslı dəyişən, x dəyişəni isə aslı olmayan dəyişəndir. Yəni, məsələn, burada x-imiz tutaq ki, 2 verəndə y 20 eləyir. Görürsünüz, y x-dən aslıdır. X-in qiymətinə görə qiymət alır deməkdir bu. Başlayırıq çalışmağa birdən. Nümunə verilib. Özümüz də indi tərtib eləməyə çalışaq həm düsturlarımızı, həm də misallarımızı əldə edək. Deməli, hər qutuda 12 karandaş var. Qutuların sayını n, karandaşların ümumi sayını m ilə işarə etməklə m dəyişəninin n-dən asıllığını tapın. Deməli, hər qutuda 12 karandaş varsa, məsələn, qutuların sayı olsa 7 dənə nə edəcək? 7-yi 12-yə vuracaq. Bu da ümumi nə edəcək? Qələmlərin sayı, yəni daha doğrusu karandaşların sayı. Onda karandaşların sayı nə olur? Yəni, n bərabərdir 12 vurulsun n. N-dən asılıdır axı m. Yəni, nə qədər qutu sayı olsa, o qədər karandaş sayı olacaq. Və burada deyir ki, m dəyişən n-dən asılılığını düsturla ifadə etdik. N-ə 2 versək, məsələn, m bərabərdir. Biz n-ə 2 verəndə 12 vurulsun 2 bərabərdir 24 olacaq. Sonra n-ə 3 versək, bərabərdir 12 vurulsun 3 bərabərdir 36 olacaq. N-ə 5 verəndə də n bərabərdir 12 vurulsun 5 bərabərdir 60. Görürük ki, n-in qiymətlərinə görə m də şəkil alır. Sonra B variantına baxırıq. Deməli, armudun 1 kiloqramı 3 manata satılır. A kiloqram armudun satışından əldə olunan pulu B ilə işarə etməklə B dəyişənini A ilə ifadə edin. 1 kiloqram 3 manatdırsa, məsələn, 5 kiloqram olacaq 15 manat, elə deyilmi? O zaman biz nəyə diqqət edirik? Burada 3-ü vurmalıyıq A-ya ki, B alaq. B ümumi alınan kütlədir. Deməli, 3 manat, daha doğrusu manatdır. 3-ü vururuq biz nəyə? A kiloqrama. A kiloqrama 3-ü vururuq.
Bu bizim düsturumuzdur. Və buradan biz yazırıq ki, məsələn, B dəyişəni A ilə ifadə edinsə, B bərabərdir 3A-dır. A-mız 2 olanda 3A bərabərdir 3 vurulsun 2 edir 6. A-mız 5 olanda B bərabərdir 3 vurulsun 5 bərabərdir 15 olacaq. B-nin qiymətini deyir tapın, bu qədər yəni. C variantına baxırıq. Deməli, rombun tərəfi A santimetr, perimetri P santimetrdir. P dəyişən A-dan asılılıq düsturunu ifadə edin. Şərhlər, bir dəqiqə buradan əlavə vərəq açım mən. Deməli, şərhlər, biz bir ədəd romb çəkirik. Bu bizim olsun rombumuz. Və bu rombun tərəfi A-dır. Tərəflər bir-birinə bərabərdir də, biz bunu bilirik, A-dır. Perimetrdə P ilə işarə olunub, perimetrdə 4A olacaq onda. Deməli, perimetr 4A, çünki bütün tərəflərinin cəmidir. Və burada A-ya 4 verəndə, məsələn, A 4-dürsə, onda P nəyə bərabər olacaq? 4 vurulsun 4 bərabərdir 16. A 7 olanda P nəyə bərabər olacaq? P bərabərdir 4 vurulsun 7, 28. A 10 olanda A bərabərdir 10. P nəyə bərabər olacaq? 4A, yəni 4 vurulsun 10, o da 40 santimetr olacaq, əgər santimetrlə verilmişdirsə. Sonra D variantına baxırıq. Dəzgahda 1 saata 6 detal istehsal olunur. T saat ərzində istehsal olunan detalların sayı M olarsa, M dəyişəni T ilə ifadə edin. Yəni, yenə də başa düşmək üçün özümüzə sual verək. 1 saata tutaq ki, 6 detal istehsal olunursa, 5 saata nə qədər detal istehsal olunur? 5-i 6-ya vururuq, elə deyil. Onda T saat, orada T saatı göstərsə, biz 6-nı T-yə vuracaq və istehsal olunan detalların sayını M ilə göstərəcək. Yəni, M bərabərdir 6 vurulsun T. Və T-miz də burada 3 ədəd qiymət verib. T, məsələn, 4 olanda, deməli, M nəyə bərabər olur? M bərabərdir 4 vurulsun 6, 24. T-miz, deməli, 6 olanda, M-miz nəyə bərabər olacaq? M bərabərdir 6 vurulsun 6, 36. T-miz 8-ə bərabər olanda, M-miz nəyə bərabər olur? M bərabərdir 6 vurulsun 8, o da deməli, edəcək 48. Sonra Y variantına baxırıq. Avtomobil 70 km/saat sürətlə hərəkət edir. T saat ərzində gedilən yol S ilə işarət edilirsə, S dəyişəni T ilə ifadə edin. Deməli, şərhlər 1 saat ərzində 70 km/saat gedirsə, 2 saat artıq 140 km/saat olduğu məlum, daha doğrusu 140 km olduğu məlum olacaq. Yəni, S-miz nəyə bərabərdir? S bərabərdir V vurulsun T düsturu ilə. Amma burada S bərabərdir, V-nin yerinə 70 yazırıq. 70 kilometr böl saat vurulsun T. Ya da ki, S bərabərdir 70 T kimi yaza bilirik. Və T-mizə də 3 ədəd qiymət verib. 2, 3 və 5. İndi birinci T-nin 2 qiymətinə baxırıq. T bərabərdir 2 olanda S bərabərdir 70 vurulsun 2 olur. O da bərabərdir 140. T bərabərdir 3 olanda S bərabərdir 70 vurulsun 3 bərabərdir 210. Və T bərabərdir 5 olanda S bərabərdir 70 vurulsun 5, o da bərabərdir 350. Sonra ikinci çalışmaya baxırıq. Şərhlər, başa düşmədiyiniz hər hansı bir nüans olduqda yorumlara yaza bilərsiniz. 2. Verilən asılılıqlar əsasən X-in qiymətlərinə uyğun Y-in qiymətlərini tapın və cədvəlinizdə tamamlayın deyir. Deməli, Y 2X-dir. Y-imiz bərabərdir 2 vurulsun X. X-in bu qiymətləridir. X-a 1 verəndə, yəni Y bərabərdir 2 vurulsun 1 olur da, o da edir 2. Sonra Y 2X, yəni X-in yerinə gətirib bura 2 qoyanda, baxın bura 2 qoyuram. 2 vurulsun 2, 4 edir. X 3 eləyəndə
Gətiririk içinin yerinə, x-in yerinə 3 qoyuruq, içinə vururuqca 6 edir. Amma fikir verin burada y-in öz nəyə bərabərdir? Y-in öz 8-ə bərabərdir. 2x bərabərdir 8-dir yəni. X onda nəyə bərabərdir? Hər tərəfini 2-yə bölürəm, 4 alıram. Həqiqətən içini biz 4-ə vuranda 8 eləyəcək. Sonra burada x-in yerində 5 durubsa, gətiririk 2 vurulsun 5, o da eləyəcək 10. B variantına baxırıq. Y bərabərdir x üstəgəlsin 3. Əlimizdə olan x-ların üstünə 3 gələrək y tapacaq. Birincidə x 0 verilib. Deməli biz 0-dırsa, bura 0 qoyuruq. 0-ın üstə 3 gələndə y-imiz elə 3 eləyir. X 1 eləyən olanda, yəni belə başa düşəkdə, onda y bərabərdir 1 üstəgəlsin 3, o da neçə eləyir? 4. Sonra x 2 olanda y bərabərdir 2 üstəgəlsin 3, o da bərabərdir 5. Amma fikir verin, burada artıq y-in qiyməti. Onda x üstəgəlsin 3 bərabərdir 6. Onda x-imizdə 3 eləyəcək bilirik ki, 6-dan 3 çıxaraq tapa bilirik. Və yaxud da yenə y bərabərdir x üstəgəlsin 3. Yəni x 4 verilibsə 4 üstəgəlsin 3, o da bərabərdir 7 olacaq. Sonra C variantına baxırıq. Y bərabərdir 12 çıxılsın x. Deməli, x-in yerinə verilən qiymətləri yazırıq. X 2-dirsə 12-dən 2 çıxırıq, bura 10 yazırıq. X-imiz 3-dirsə 12-dən 3 çıxırıq, bura 9 yazırıq. X-imiz 4-dirsə 12-dən 4 çıxırıq, bura 8 yazırıq. Amma burada y 7 olub, yəni 7 bərabərdir 12 çıxılsın x elə deyil. Və olanda azalan çıxılan fərq, yəni bunu tənlik formasında yazırsınız ki, 12 çıxılsın x bərabərdir 7, x da bərabərdir, nə edirik? 12-dən 7 çıxırıq, 5 tapırıq. Yəni burada 5 olur. Yəni 12-dən həqiqətən 1 çıxanda 7 alınır, yoxlayara da bilərsiniz. Bu da 6. X-in yerinə gətirib 6 qoyursunuz. 12-dən 6 çıxırsınız və cavabı 6 alırsınız. Üçüncü çalışmaya baxırıq. Burada dəyişənlər arasındakı asıllıq düsturun, yəni düsturunu özümüz yazacağıq. Fikir verin, burada düstur var idi. Y2x, x üstəgəlsin 3, amma burada düsturu bizim özümüz verməliyik. Baxırıq onda dəyişənlər arasındakı münasibətə. X 1-dir, y 2-dir, x 2-dirsə y 3-dür. Deməli, bu y-imiz fikir versək, x-dan 1 vahid böyükdür. Elə deyil, məsələn, 2-ün üstə 1 gəlirəm 3 edir, 3-ün üstə 1 gəlirəm 4 edir, 4-ün üstə 1 gəlirəm 5 edir. Yəni, y bərabərdir x üstəgəlsin 1 düsturundan olur. X-imiz 5-dirsə, onda y-imiz neçə eləyəcək? 5 üstəgəlsin 1, o da bərabərdir 6. Bura baxırıq. 1, 4 olur. 1-dən 4-ə gedib, 2-dən 8-ə gedibsə, yəni artıq görürük ki, 1-i 4-ə vuranda 4 eləyir. 2-ni 4-ə vuranda 8 eləyir. 3-ü 4-ə vuranda 12 eləyir. 4-ü 4-ə vuranda 16 eləyir. 5 də 4-ə vuranda neçə eləyir? 20. Deməli, y-nədir? X vurulsun 4 ya da 4x. Hər ikisini yaza bilərsiniz. X vurulsun 4 ya da 4x. Sonra bura baxırıq. Deməli, 1-dən 4-ə, 2-dən 5-ə, 3-dən 6-ya artıq görürük ki, bu 1-in üstə 3 gəliblər, 4 eləyib. Yəni, məntiq dərsdə keçirsinizsə, məntiqdən də hazırlığa gedirsinizsə, bunları məntiqən də tuta bilirsiniz. 2-nin üstə 3 gəlirik, 5 eləyir. 3-ün üstə 3 gəlirik, 6 eləyir. 4-ün üstə 3 gələndə 7 eləyir. 5-in üstə 3 gələndə neçə eləyir? 8. Yəni, bu bizim x-larımızdır da. Deməli, y bərabərdir x üstəgəlsin neçə? 3. Hər x-in üstə biz 3 gələrək ikinci cərgədəki qiymətləri tapırıq. 4-ə baxırıq, 4-cü çalışmaya. Düzbucaqlının uzunluğu enindən 2 dəfə uzundur. Onun perimetri P-dir, eni isə B-dir. Əvvəla biz P-nin nəyə bərabər olduğunu bilirik. P bərabərdir 2 vurulsun, A üstəgəlsin B. Elə deyil. P dəyişənini B ilə ifadə edin. Aha. Deməli, P bərabərdir 2 vurulsun, A üstəgəlsin B. Cədvəl dəftərinizə tamamlayın. Deməli, şagirdlər, perimetri P-dirsə, eni də B-dirsə, bəs uzunluq nəyə bərabərdir? Yəni, perimetr düzbucaqlının sadəcə eninə görə tapılmır da. Məsələn, biz burada bir düzbucaqlı çəkirik. Bu, onun enidirsə B-dir, tamam. Bu da olsun B-dir. Bura A-dır ki, burada P bərabərdir 2 vurulsun, A üstəgəlsin B. Amma burada bizim əlimizdə bir açar var. Deyir, uzunluğu enindən 2 dəfə uzundur. Deməli, bizim uzunluq A-mız nəyə bərabərdir burada? A-mız bərabərdir
2B-yə, elə deyilmi? A indi də, daha doğrusu A uzunluqdur. A-mız bərabərdir şagirdlər 2B-yə. Bir dənə mən burada səhifə açım, daha yaxşı başa düşəsiniz. Buranı silim. Aha. Deməli, bu düzbucaqlıdır və bunun eni B-dir. Uzunluğu da enindən 2 dəfə çoxdursa, yəni 2 vurulsun B-dir. Elə deyilmi? Perimetr onda nəyə bərabər olacaq? P bərabərdir. Bir dəqiqə. Bunu belə çəkim. Yaxşı görək. Aha. Deməli, P bərabərdir şagirdlər. 2 vurulsun. A üstə gəlinsin B bərabərdir. A-mızın yerinə biz nə yazdıq? 2B. Yəni 2 vurulsun. B üstə gəlinsin 2B. Bu hissə nə edir? 3B. Yəni 2 vurulsun 3B. O da nə edəcək? 2 vurul 3B 6B. Deməli bizdə cavab neçə alındı? 6B. Perimetrinin B-dən asılılıq düsturu P bərabərdir 6B şəklində yazılır. İndi buradan biz düsturumuzu tapdıq, elə deyilmi? Düsturumuz nə oldu? Düsturumuzu qurduq ki, P bərabərdir 6B-ymiş. İndi B-miz 3-dürsə, P-miz nəyə bərabərdir? 3 vurulsun 6 bərabərdir 18. Burada B-miz 5-dirsə, P-miz 5 dəfə, yəni 6B-də 6 vurulsun 5 bərabərdir 30. Burada 6-dırsa 6 vurulsun 6 bərabərdir 36. Burada da 6 vurulsun 9 bərabərdir 54 kimi yaza bilirsiniz. Yəni dəftəri də cədvəlinizə çəksəz, şagirdlər bu hissəni yazmasanız da olar. Yəni cavab burada 18-dir. Burada cavab 30-dur. Burada cavab 36-dır. Hansı düstur oldu? Düsturda P bərabərdir 6B. 6B düsturu da burada necə aldığımızı göstərdik. Uzunluğu enindən 2 dəfə böyük olduğu üçün hər tərəfi B ilə ifadə elədik. A variantlardan çıxdı, belə deyək. 5-ci çalışmaya baxırıq. Hesablama maşınının girişinə daxil edilən X ədədi üzərində müəyyən əməllər icra edilərək çıxışda Y alınır. Cədvəldə verilənlərə görə qanuna uyğunluğu müəyyən edin. Uyğun düsturu yazın və cədvəldə tamamlayın. Deməli, 1-dən 3-ə gəlib, 2-dən 5-ə gəlib, 3-dən 7-yə, 4-dən 9-a. Aha. Deməli, birincidə 2 vahidi artıb. İkincidə 3 vahidi artıb. Üçüncüdə 4 vahidi artıb. Dördüncüdə 5 vahidi artıb. Beşincidə 1-2 artıq 6 vahidi artacaq. Bura 11 eləyəcək. 6-da 7 vahidi artacaq. Bura neçə eləyəcək? 13 eləyəcək. İndi biz bunu düsturla yazaq. X-in özündən bir vahid böyük ədədi gəlirik. Fikir verirsiniz. 1-dirsə üstünə 2 gəlirik. 2-dirsə üstünə 3 gəlirik. 4-dirsə üstünə 4 gəlirik. Yəni X-in özündən bir vahid yuxarı ədəd gəlirik. Biz X tutaq ki 7 oldu, 6 olanda üstünə 7 gəlirik və nə alınır? Y alınır. O zaman şərtlər düsturumuzu necə qura bilərik? Deməli, X, Y bərabərdir, belə yaza bilərik. X üstə gəlinsin, X üstə gəlinsin 1. Məsələn, burada 1 idi elə, tutaq ki bu 1-dən yola çıxıram. 1 üstə gəlinsin. X-in özü neçədir? 1 üstə gəlinsin 1. Bura artıq 2 alındı, elə deyil. Ya da məsələn bu 6 ilə gedək. Bunu başa düşməyiniz üçün deyirəm. Məsələn Y bərabərdir. X-imiz tutaq ki 6-dır. 6 üstə gəlinsin. 6 üstə gəlinsin 1. Yəni 7. Onda bura neçə olacaq? Deməli üstə gəlinsin yazırıq. Burada X üstə gəlinsin 1. Mötərizədə belə bir şey yaza bilərsiniz bunun içinə. Yəni, Y-imiz düstur olaraq belədir. Y bərabərdir. X üstə gəlsin, X üstə gəlsin 1. Ya da şagirdlər, açırsınız bunu, edir 2X üstə gəlsin 1. Yəni, buradan 1-i 2-yə vuraram, üstünə 1 gələrəm. 3-ü 2-yə vuraram, üstünə 1 gələrəm. 4-ü elə istəyirsiniz bu düsturla da gedin. Yəni, hansını daha yaxşı başa düşdünüzsə, hər ikisi əslində eynilikdir. Yəni, eynilik olduğundan eyni yola çıxır. Onda buranı da silək. Deməli, bura nə oldu?
2x üstəcənsin 1. Bizim düsturumuz belədir. 2x üstəcənsin 1-dirsə, həqiqətən baxırıq 1 elə. 1-i 2-yə vururuq, üstünə 1 cərik. Nə bilim, burada 4-dür. 4-ü 2-yə vururuq, üstünə 1 cərik. Bu bizim oldu düsturumuz. Bu düsturla yola çıxaraq cavabı tapa bilirsiniz, cədvəli tamamlaya bilirsiniz. 6-ya baxırıq. İşçi hər iş saatına görə 8 manat əmək haqqı alır. Hər iş saatına görə. İş saatlarının sayı x-dir. Məsələn, 2 saat işləsə 16 manat alacaq. 5 saat işləsə 5-i 8-ə vuracaq, 40 manat alacaq. Amma x ilə işləyir. Ona görə nə y-miz nəyə bərabər olur? Y bərabərdir. 8 vurulsun x, yəni 8x. Bu bizim nəyimiz oldu? Əmək haqqını hesablayacağımız düstur oldu. Y bərabərdir 8x. 7 saat işləyən işçi nə qədər əmək haqqı alar? Deməli, onda y bərabərdir 8x. X-in yerinə 7 yazırıq. 8 vur 7. O da bərabərdir 56. Deməli, 56 manat pul almış olur. İşçi neçə saat işləsə 96 manat əmək haqqı alar. Aha, artıq burada y-miz manatdır, elə deyilmi? Yəni 96 manat alıb da, amma neçə saat işlədiyi bilmirik. Saatların sayı x idi axı. Deməli, hər tərəfini biz 8-ə böləndə x də bərabərdir. 96-yı 8-ə bölürük. Deməli, 1, 2, 12 eləyəcək. 12 saat işləsə. Yəni, biz 12-ni geri 8-ə vuranda 96 manat ala bilirik. 7-ci çalışmaya baxırıq. Çəndə 2000 litr su var. Ağacları suvurmağa hər dəqiqədə 5 litr su sərf olunur. Məsələn, 2 dəqiqə 10 litr gedəcək, 3 dəqiqəyə 15 litr gedəcək, belə. Biz burada nədən istifadə elədik? Artıq dəqiqəmizi bilmirik də. Dəqiqə t ilə işarə olunub. Çəndə qalan suyun miqdarı da y. Bunda y nəyə bərabərdir? Y bərabərdir. Çəndə qalan suyun miqdarı. Çəndə nə qədər su var? 2000. Elə deyil. 2000 litr su var. Və biz hər dəqiqəyə 5 litr aparırıq axı. Yəni, istifadə elədikcə bu 2000-dən çıxırıq ki, qalan suyun miqdarını müəyyən edək. 5 litr su gedir də. 5 litr suda neçə dəqiqə gedir? T dəqiqəyə. Hansı düsturla tapmaq olar? Yəni, qalan sudsa üstünə gəlməliyik də, çıxarıq. Mötərizəyə niyə alıb 5-ə vururuq? Bu da çox məntiqsizdir. 2000-in bu qalan sudur. Bunu biz vura bilmərik. 2000 üzərində əməllər icra edə bilərik. Yəni 2000-dən çıxa bilərik. O da deməli alırıq ikinci sıradakı düsturu. Sonra öyrənmə hissəsinə baxırıq. Dəyişənlər arasında asılılıq qrafikini təsvir edin. Deməli, dəyişənlər arasında asılılıq qrafiki təsvir etmək olar. Bunun üçün əvvəlcə asılı olmayan dəyişənin x-in bir neçə qiymətini aslı dəyişənin uyğun qiymətləri tapılır, cədvəldə qeyd olunur. Sonra da, baxın, bunu bilin, x, y cütlüyü. Birinci x gəlir, sonra y gəlir. Koordinat şəbəkəsində qeyd edilir və qeyd edilmiş nöqtələr parçalarla birləşdirilir. Məsələn, buna baxın. Y bərabərdir 3 üstəcənsin, x üstəcənsin 3. Düsturu ilə verilən asılılıq qrafikdə belə təsvir olaraq. X-in bir neçə qiymətinə uyğun y-in qiyməti olur. Məsələn, x-a 0, 1, 2, 3, 4 verəndə x-in üstə 3 gəlirik. Məsələn, 0-ın üstə 3 gəlirik, 3 alınır. Nə bilim, 1-in üstə 3 gəlirik, 4 alınır. Burada x-imiz 0-dırsa, y-miz nədir? 3-dür. Burada kəsişir, fikir verin. Burada 0, 3. Birinci 0 yazıblar, sonra 3 yazıblar. X 1-dirsə, bura 1-dirsə, y 4 edir, gəlir, bura kəsişir və burada da göstərilir, bu formada tapılır. Sonra da bunlar bir xətlə birləşdirilir, parça alınır. Belə bir qrafik qırılır. Şərhçilər, vaxt qalacaqmı? Gəlin, hər ehtimal. Buradan bir nümunə kimi izah edim. Sonra isə səhifə 30-31-i növbəti videoda izah edərəm. Məsələn, burada y bərabərdir, x üstəcənsin 2 düstur belə verilir. X-miz 0-dırsa, y 2-dir. X-miz 1-dirsə, y 3-dür. X-miz burada bilmirik, y 4 almışsa, demək x 2 olub, 2-nin üstə 2 gəlib 4 almışıq. Ya da x-a 3 verəndə 3-ün üstə 2 gələndə neçə eləyir? 5 eləyir.
Deməli birincidə 0, 2, 0, bura 0'dır da, bura 1'dir, bura 2'dir, bura 3'dür, bura 4'dür. Yenə bura 1'dir, 2'dir, 3'dür, 4'dür, 5'dir, 6 belə gedir. Və 0-sa 2 özləri verib, bu ikisini özləri verib. İndi x2 olanda y neçə olub? 4 olub, burada dayanır. X-imiz 3 olanda y neçə olub? 5 olub, burada dayanır. Bizim koordinatımız bu formada parça çəkə bilirik koordinat şəbəkəsində. Ya da yuxarı sinif deyəndə funksiyanı bu formada xəttini çəkə bilirik. B variantına baxırıq. Y bərabərdir 2x. X 0 olanda y də 0 olur. X-a 1 verəndə 2'yi 1'ə vuranlar 2 alıb. X-a 2 vuranda 2, 2'yə vuranda 4 olur. Y-in özü 6-dırsa demək x 3 olub. Deməli 0, 0 buradadır. 1, 2 buradadır. Burada 2, 4. Buradan 2'ni tapırıq. Buradan da 4 tapırıq. Baxın burada alınır. X 3-sə y-də neçədir? 6'dır. Buradan alınacaq. Elə deyilmi? Deməli bunu bir düz xətt formasında çəkəndə də belə bir şey gedir. Yəni budur. Buradan bura gedir. Bu hissəsini istəyirsiniz silək. Buradan götürək. Çox uzatmayaq xəttimizi. Aha. Belə şərhlər. Növbəti videolarda görüşərik inşallah. Bu videonun da davamına baxmaq üçün kanala abunə ola bilərsiniz. Sağ olun, salamat qalın.